İzləyicilərimizin çoxu tərəfindən belə bir sual verilir ki, Azərbaycan İlahiyyat İnstitutuna təhsil hansı məhzəbə əsaslanaraq tədris olunur? Bu suala qısa olaraq belə bir cavab verə bilərik ki, digər ölkələrdəki din təhsil modellərinə baxdıqda görürük ki, orada bir məhzəbə əsaslanır və bütün dərslərdə həmin məhzəbə əqidəyə əsaslanaraq tədris olunur. Digər məhzəblər haqqında da ya ümumiyyətlə danışılmır, ya da ki, batil bir məhzəb olaraq təqdim olunur. Lakin biz Azərbaycan İlahiyyat İnstitutuna baxdıqda burada fərqli və özünə məxsus bir təhsil modelinin olduğunu görürük. Belə ki, bu da Azərbaycan İlahiyyat İnstitutunda məhzəbə üstü bir təhsil modelinin tətbiq olunmasıdır. Tədris olunan dərslərdə İslamın müxtəlif məhzəbləri obyektiv və elmi əsaslara söykənərək öyrədilir və burada qətiyyən bir məhzəb digərindən üstün tutulmur. Həmçinin bir məhzəbin haqq, digərinin isə batil olduğu müzakirəsi aparılmır. Bu da ki, tələbələrə obyektiv yanaşmağı, fərqli fikirləri alınmağı və bir-birinə hörmətlə yanaşmağı öyrədir. Bu məsələ Azərbaycan İlahiyyat İnstitutunda özünün təhsil nəzəri olaraq deyil, həmçinin praktiki olaraq da göstərir. Belə ki, namaz otağında namazlar təşkil olunur. Burada qətiyyən məhzəb ayrıcılığı edilmədən birlikdə cəmaət namazı qılınır. Həmçinin dərslərdən kənar vaxtlarda da öz aramızda etdiyimiz müzakirələr qətiyyən aramızda ayrılığa gətirib çıxarmır. Bu barədə çox danışmaq olar, lakin ümumi olaraq deyə bilərik ki, Azərbaycan İlahiyyat İnstitutu həm nəzəri, həm də praktiki olaraq digər ölkələrdəki dini təhsil ocaqları üçün əsl nümunədir.